Salam, bugün Kodera yazı işlərindən iki sualın izahını verəcəyəm. Gəlin birinci sualımızın bizdən nə soruşur ona baxaq və proqramı quraq. Bizdən birinci sualda soruşur, bütün 4 rəqəmli natural ədədlər içərisində ilk 2 rəqəmlərinin cəmi sonuncu 2 rəqəmlərin cəminə bərabər olan ədədləri çap edən proqram yazın. 4 rəqəmli natural ədədlər hansılardır? 9999 ən sonuncu rəqəmimizdir. Birinci isə 1000-dir. 1000-dən 9999-a qədər hamısını götürməliyik. Məsələn, dövr yaratmalıyıq. For, in, range. 1000-dən başlasın. Ən sonuncu 10.000. 10.000 yazıram ki, biz 10.000-i götürmür. Biz bilirik ki, Pythonda dövrlərdə ən sonuncu qiyməti almır. Dövrü yaratdıq. İni mən burada sətir tipinə çevirirəm. Çünki inin bütün rəqəmlərlə mən bir baxmaq istəyirəm. Sətir i çevirdim. Gəlin şərtimizi verək. Əgər int-ə çevirirəm mən, int i0 int-ə çevirsin, üstünə gəlsin int i1 bərabərdirsə məsələn birinci, ikinci rəqəmin cəmi üçüncü və dördüncü rəqəmin cəminə bərabərdirsə, yəni ikinci və üçüncü indeksə görə yazırıq. Bərabərdirsə, i-ni çap eləsin. Print i-ni çapa versin. Yəni bu necə işləyir? Məsələn, gəlib burada mini götürəcək. Mini burada sətir tipinə çevirəcək. Birinci yəni i 1000 olacaq. Mini sətir tipinə çevirdi. Sonra bizdən soruşacaq. Əgər məsələn i0 hansıdır? 1-dir. 1-i çevirdi tama oldu tam 1. Çünki biz burada sətrə çevirmişdik axı. Sonra i1 hansıdır? 0-dır. 1 ilə 0-ın cəmi bizə eləyir 1. Bərabərdirmi 0 ilə 0-ın ikinci və üçüncü elementlər hansılardır? İkisi də 0-dır. 0 ilə 0 deyəcək, yox. Bir də qayıdacaq 4-ə. Digər 1001-i götürəcək. 1001-də nəsə 1 ilə 0-ın cəmi 1 eləyir. 0 ilə 1-in cəmi 1 eləyir. Bərabərdirmi? Bəli, bərabərdir. 1001-i göndərəcək çapa. Gəlin proqramımızı yoxlayaq. Görək doğru işləyir. Bəli, proqramımız doğru işləyir. Mən 1001 bu iki rəqəminin cəmi digər iki rəqəmin cəminə bərabərdir. Proqramımız deməli doğru işləyir. Gəlin digər proqramımıza baxaq. Burada bizdən soruşur, daxil edilən natural ədədin hər rəqəmini özündən sonraki rəqəmlə və sonuncu rəqəmini isə ilk rəqəmlə əvəzləyir. Yəni necə? Birinci bir düşünək görə bunu biz necə yaza bilərik? Bir natural ədəd daxil elədik. Məsələn, 4 rəqəmli ədəd daxil elədik. 4 rəqəmli ədəd necə işləməlidir? Birinci, ikinci ilə əvəz olunmalıdır. İkinci, üçüncü ilə, üçüncü, dördüncü ilə, dördüncü isə birinci ilə əvəz olunmalıdır. Məsələn, 1, 2, 3, 4 daxil elədik. Bu necə olacaq? 2, 3, 4 və 1 olacaq. Yəni ikinci rəqəm hansıdır? Birinci, ikinci ilə, 2 ilə əvəz olunur. İkinci, üçüncü ilə, 3 ilə, üçüncü, dördüncü ilə, 4 ilə. Ən sonuncu element isə birinci ilə əvəz olunmalıdır. Gəlin bir natural ədədimizi daxil eləyək. N bərabərdir int, input daxil elədik. Yenə bunu sətir tipinə çevirək. Str n. Mən burada bir boş sətir dəyişəni götürəcəyəm. Həmin o əvəzləməni bu sətirdə saxlayacağım. Götürdük. Bir dövr yaradaq. For in range indeksə görə müraciət eləyəcəyəm. N'in uzunluğundan 1 çıxacağam. Çünki mən sonuncu elementi mən birinci ilə əvəz eləyəcəm deyə sonuncunu istəmirəm götürsün. Şərti verəcəyəm. Əgər yox, şərt burada ehtiyac yoxdur. Sətir əvəz eləsin. Sətrin üstünə gəlsin nəyi? I plus 1-i. I plus 1-i. Gəlsin, ən sonuncu qalıraq, ən sonuncu qalır. Ən sonunda da dövr bitəndən sonra sətrin üstünə gəlsin N0-ı. N0. Çapa geçsin sətr dəyişəni. Sətr dəyişəni geçsin çapa. Gəlin burada bir qiymət daxil edək. Görək proqramımız doğru işləyirmi? Məsələn, 1, 2, 3, 5, 6, 9. Çapa nə gedəcək? 2, 3, 5, 6, 9 və 1. Görək proqramımız doğru işləyirmi?
2, 3, 5, 6, 9, 1. Bəli, proqramımız bu doğru işləyir. Başqa bir şey də verə bilər. Bir dənə də bir şey verə. 1, 2, 3, 4. Çapana gedəcək 2, 3, 4 və 1. Yoxlayaq. 1, 2, 3, 4. 2, 3, 4, 1. Bəli, proqram doğru işləyir.